Salam məzləyicilər, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda sizlərə çox dadlı, ləzzətli yeməklərimizdən olan pomidor badımcan biber dolmasının reseptini bölüşürəm. Deməli, bunun üçün ilk öncə bir ədəd orta boy soğanın yarısından istifadə edirəm mən. Yarısını gördüyünüz şəkildə kub formasında doğrayıram. Doğrayandan sonra qızğın bir tavaya biraz duru yağ əlavə edirəm və doğradığım soğanları bura töküb biraz qızıl rəng alana qədər soğanları qovururam. Artıq soğanlar qovurulub qızıl rəng almağa başlayanda üzərinə 500 qram çəkilmiş dana ətini əlavə edirəm. Məndə ətim yağlı idi deyə ona görə quyruqdan istifadə eləmədim. Amma sizdə əgər ki, yəni yağsız ətsə, onda 100 qram quyruq da qata bilərsiniz. Deməli, ət qovurularkən mən də pomidorları kəsib içərisini çıxardıram. Gördüyünüz kimi bıçaqla pomidorun alt hissəsini kəsirəm və içərisini qaşıqla oyub təmizləyirəm. İstəsəz istəyə görə pomidorun üst hissəsini kəsib çıxarda bilərsiniz. Amma mən eləmədim, çünki belə pomidorlar daha düz qalır. Bir də onu da qeyd edeyim ki, əgər sizə qaşıqla rahat deyilsə, bıçaqla da kəsib çıxarda bilərsiniz. Pomidorların içərisini çıxardandan sonra elə bir içində olan bütöv yerlərini, yəni böyük iri olan yerlərini gördüyünüz kimi xırda-xırda doğrayıram və qiymə hazır olana yaxın bunu qiymənin içərisinə tökəcəm. Doğrayandan sonra keçirəm göyərtilərimi doğramağa. Mən burada elə bil hərəsindən yarım dəstə olmaqla keşnik şüyüd, biraz da ağ reyhan doğrayıram. Bu zövqə görədir, yəni istədiyiniz göyərtilərdən istifadə edə bilərsiniz. Ardından keçirəm biberlərimi təmizləməyə. Bunu da bıçaqla başını kəsib, içərisini təmizləyib çıxardıram. Eynən pomidorda olduğu kimi. Biberlərin də hamısının içərisini təmizləyib çıxardandan sonra keçirəm badımcanlara. Deməli, badımcanları da belə bıçaqla ortadan kəsirəm. Badımcanların hamısını kəsəndən sonra belə ortasını aralayıb içərisinə biraz çimdiyimlə duz götürüb hər tərəfinə belə yayıram duzu. Mən də burada qovrulur. Artıq demək olar ki, bişməyinə az qalıb. Bura ədviyyatlardan 1 çay qaşığı kimi duz tökürəm. Yarım çay qaşığı istiyot tökürəm və yarım çay qaşığı da zövqə görə sakök tökürəm. Biraz qarışdırıram və içərisinə bayaq doğradığım pomidorları tökürəm. Bunları da biraz qarışdırıb qovurandan sonra üzərinə doğradığım göyərtiləri tökürəm. Bunları da biraz qarışdırıb təxminən bir 3-5 dəqiqə qovurandan sonra tavan ocağın üzərindən artıq götürürəm. Başqa bir tavaya biraz duru yağı tökürəm. Badımcanları da buraya yerləşdirib, çox da yox, cüzi belə azca qızardıram o üz bu üz və sonra götürürəm. Deməli, son olaraq keçirik tərəvəzlərin içərisini doldurmağa. Belə gördüyünüz kimi qəşəngcə bolca qiymədən tökürəm içinə. Deməli, hamısının içərisini içliklə doldurandan sonra gördüyünüz kimi belə badımcanları altdan düzürəm. Biberləri də eyni qaydada altdan düzürəm və pomidorları üstdən qoyuruq. Çünki altda olsalar içərisi dağılacaq, formasını itirəcəklər. Ona görə çalışın siz də düzəndə pomidorları üstdən düzəsiniz. Deməli, hamısını düzəndən sonra üzərinə biraz yarım stəkan kimi su tökürəm ki, sulu olsun, qəşəng olsun. Qapağını bağlayıb vamxodda təxminən 40-45 dəqiqəyə kimi bişirirəm. Və artıq təxmini olaraq 40 dəqiqə keçib, dolmalarım bişib, boş qaba düzüb servis edirəm. Çox dadlı alındı həqiqətən. Qabaqdan da bildiyiniz kimi artıq yay gəlir. Tam mövsümüdür.
Mütləq alın, siz də hazırlayın. Sağ olun, salamat qalın.